Yusif! Yusif! Besme! Yusif'i görmedin. Ne olub? Nə baş verib? Yusif itib. Bura gəlməyib. Nə olub? Faiqa bibi Yusif itib. Yusif? Yusif itib. İtib? Burada da yoxdur. Vay olsun mənim halıma. Mən neyniyəcəm? İlahi. Ay Allah. Quyu. Görəsən quyuya düşməyib. Yusif! Onun quyuya yıxılmağını eşitmədiniz. Yox, eşitmədik. Biraz səbr elə xanım. Hökmən tapılacaq. Narahat olma. Bəs hara gedib görəsən? Nə olub ona? Yusif'e neyləmişsiniz? Danışın. Sakit olun. Sakit olun görüm ne olub. Ne olub? Mən evdə işlə məşğul idim. Uşaqlar həyətdə oynayırdılar. Birdən eşitdim ki, Yusifi çağırırlar. Soruşdum nə olub? Dedilər ki, Yusif itib. Yusif itib. Her yeri aktarmışsınız. Axtarmışıq. Əmanəti bu cür saxlayırsan. Yusif'i belə saxladın. Bəs sənin fikrin haradaydı? Bəsdir. Ay Allah. Bəsdir görüm neye niye bilərik. Evin bütün küz bucağını aktarmışsınız. Axtarmışıq qardaş. Yusif ağıllı uşaqdır. Yəqin o elə yerdə gizlənib ki onu tapa bilməsinlər. Məsələn sandıqda ya təndirdə. Allah'ım. Yusif. Yusif. Yuxuya gedib. Bura gel oğlum. Salam ata. Salam gözümün nuru. Sen burada ne inirsən? Mənim əzizim. Az qala canım çıxmışdı ki. Burada neynirdin? Təndirin içində neynirdin? Oyun oynayırdım. Ben burada gizlendim ki kardeşlerim beni tapabilmesinler. Faiqə, Yusifi gözdən qoymamalıydın. Əgər Yusif təndirdə boğulsaydı neyniyəcəkdim? Mən bacıma söz vermişdim ki oğlundan müğayət olum. Bundan sonra gözümdən uzağa qoymaram. Bismə, mən Yusifsiz bir an belə yaşaya bilmərəm. Ləya, mənə bu qədər əziyyət vermə. Tənha ömrünün qurub çağı yaxınlaşan bir qoca qarı səndən xahiş eləyir. Yox, sözümü demişəm. Sizə söz verirəm ki, bundan sonra Yusifə daha diqqətlə baxacağam. Bilirsən Faiqə, Yusifin ayrılığına daha dözə bilmirəm. Yaxşısı budur, elə burada yanımızda qalsın. Mən sizdən bir fürsət də istəyirəm. Bircə fürsət. Faiqə, sən bilirsən ki, Yusif adi bir uşaq deyil. Ona etinasızlıq eləmək istəmirəm. Xahiş eləyirəm, onda mənim Yusiflə bağlılığımı bir dəfəlik kəsməyin. Qoyun bir neçə gün yanımda qalsın ki,
tədricən ondan ayrılım. Amma mənim sözüm sözdür. Leya. Yalnız bir neçə gün. Eşidirsən? Təkcə bir neçə gün. Təkcə bir neçə gün. Söz verirəm. Özüm onu sizin yanınıza qaytararam. Gedək bibi qurban, gedək. Minnətdaram Leya. Minnətdaram qardaş. Allah amanında. Sizin bu lütfünuzu unutmayacağım. Bibi, sən niyə yatmırsan? Sən yat oğlum. Mənim yuxum gəlmir. Oyandın, mənim Yusifim. Sən sübhəcən yatmamısan? Nə vaxt oyandımsa, sən oyaq idin. Sənin evimdən gedəcəyini düşündükdə nə canım rahat olur, nə də gözümə yuxu gedir bala. Amma mən buradan heç yerə getmək istəmirəm, bibi. Mən səni çox istəyirəm. Öz evimizə getmək istəmirəm. Doğrudan sən bibini çox istəyirsən? Səndən anam Rahilənin qoxusunu alıram. Düzdür, Ləya xalanı da çox istəyirəm. Amma o mənə diqqət göstərəndə qardaşlarım narazı olur. Əzizim. Demək bibinin yanında qalmaq istəyirsən? Hı. Səni yanımda saxlamaq üçün ağlıma bir fikir gəlib, amma gərək mənə kömək eləyəsən. Qalx, hazırlaş, atanın yanına gedirik. Salam ata. Salam atanın əzizi. Salam bibi. Salam əzizlərim. Gəldim ki, əmanətinizi sağ-salamat təhvil verəm. Salam Fayqa bibi. Salam əzizim, salam. Bəs onu bir neçə gün saxlayacaqdın. Yusif, xoş gəlmişsən oğlum. Əmanəti tez qaytarmaq lazımdır. Nə qədər tez olsa, o qədər yaxşıdır. Əgər istəmirsinizsə, geri qaytara bilərəm. Yox. Onu qaytardığın üçün minnətdaram. Bu müddət ərzində onu saxladığına görə sənə çox borcluyam. Yusif, gedək oynayaq. Get oğlum, Gedək. get.
Sağ ol qardaş. Allah amanında. Sağ ol Faiqə bibi. Görəsən Yusiflə qardaşlar arasında nə fərq var ki? Onu bu qədər çox istəyirlər. Bu ki aydındır. Yaqub və bacısı Yusifi bizim uşaqlardan çox istəyirlər. Tök. Bismə. Bismə. Bəli xanım. İshak peyğəmbərin kəməri itib. Sən onu görməmsən? Yox. Məndən gəl. Bizə bir neçə nəfər də lazım olacaq. Əhaliyə xəbər vermək lazımdır. Gedək. Dinə, ehtiyatlı ol. Yaxşı. Şamun, Yahuda, tələsin. Nə olub, bacı? Bismə, nə olub? İshak peyğəmbərin kəməri itib. Hər yeri axtarmısınız? Hər yeri. Atam İshak'ın yadigarı idi. Mən çox narahatam. Onu həmişə Yusifin belinə bağlayırdım. Yenə də axtarın. Hökmən tapılar. Hər yeri axtardıq. Hamıdan soruşduq. Amma tapa bilmədik. Nə vaxt itib? Nə bilim. Yusifi bura gətirən vaxtdan kəmərdən əsər əlamət yoxdur. Sizlərdən biriniz həmin kəməri görməyib ki? Bəlkə Yusif bura gəlməmişdən qabaq onu bir yerdə gizlədib. Deyirəm bəlkə Yusifin o kəmərdən xoşu gəldiyi üçün onu özünə götürüb. Yəni Yusif oğurluq eləyib? Bəlkə elə fikirləşib ki, kəməri ona hədiyyə eləmişəm. Ola bilər də, qardaş. Amma mən belə fikirləşmirəm. Onda mən kəməri tapmaq üçün hər yeri və hamını axtaracam. Tapana qədər də əl çəkən deyiləm. O kəməri təkcə Yusif taxırdı. Bizim xəbərimiz yoxdur. Lap yaxşı. Onda mən birinci Yusifi axtarmağa başlayacağam ki, qoy heç kimin bəhanəsi olmasın. İcazə verirsən? Başa düşə bilmirəm bu işdə nə hiylə var. Amma hər nədirsə məni narahat eləyir. Hiylə? Hiylə nədir ay qardaş? Ay cəmaat, mən atamın kəmərini itirmişəm. İndi isə onu tapmağın ayındayam. Məyər bu hiylədir? Yaxşı, səs-küy salma, dava salma. Axtar, hamını axtar. Kəmər buradadır. Gördün ki, yalan demirəm. Bu da kəmər. Yusif, bu nə işdə eləmisən? Yusif heç nə eləməyib. Təkcə oğurluq eləyib. Ey Kənan əhli, özünüz gördünüz ki, mən malımı oğurlayanı tapmışam. Lap yaxşı, çox gözəl. Kəmərini tapmısan, götür apar. Bu belə də asan olmayacaq, qardaş. Sən deyəsən, Kənan cəmaatının qanununu unutmusan. Hamı bilir ki, Kənan əhlinin adət-ənənəsinə görə hər kim malını oğurlayan şəxsi tapsa, onu düz 4 il qulamlığa götürə bilər. İşə bir bax, Yusif qulamlıq da eləyərmiş. Mən də Kənanlıların adətini bilirəm. Sən ki, Yusifi köləliyə götürmək istəmirsən? Bu işdə bir an belə səhlənkarlığa yol verə bilmərəm. Düşünürəm ki, siz də Kənan əhlinin adətinə hörmətlə yanaşarsınız. Bəsdir Faiqə, mən bu gülüncə adətə inanmıram. Yusifi də sənə qul kimi verməyəcəm. Siz Allahın peyğəmbərinin ailəsisiz. Siz də cəmaatın qayda qanuna hörmət eləməsəz, onda başqalarından nə gözləyək?
Amma Yusif hələ uşaqdır. Onu qulamlığa necə götürmək olar? Böyük ya kiçik, fərqi yoxdur. Bu qanun hamıya aiddir. Ona hörmət eləməliyik. Mən bilirəm ki, burada heylə var. Amma bunu sübut eləyə bilmirəm. Əgər sən Yusifi bağışlamasan, sənin istəyinlə razılaşmağa məcburam. Mən malımı oğurlayanı tapmışam və onu bağışlamayacağam. Allah və Rəsulü məni bağışlasınlar. Məni qınamasınlar. Gəl Yusif. Bugündən sən 4 il müddətində mənə qulam olmalısan. Bu da tərifləyib əl üstə gəzdirdikləri uşaq. Mən bilirdim ki, bunun nəticəsi elə belə də olacaq. Uşaqlar bəzən bu cür şıltaqlıq eləyirlər. Bu məyər uğurluqdur? Niyə onunla razılaşdın? Faiqə Yusifə yaxşı baxa bilməyəcək. Yusif zahirən də olsa oğurluq eləmişdi. Heyf bunun əksini sübut eləyə bilmədim. Narahat olma. Yusifin yeri pis deyil. Bibi qurban, bundan sonra sən ağa olacaqsan, bibi isə sənin kənizin. Sən qardaşımın varisi, qəbilənin gözünün nurusan. Əslində bu kəmər yalnız sənə layiq olan bir mirasdır, yalnız sənə. Bu kəmər bundan sonra mənim olacaq? Yusif. Yusif. Oğlum, pis yuxu görürsən? Salam ata. Salam gözümün nuru. Görəsən Allahın nəbisi məni bağışlayıb, yenə öz evinə buraxar? Əgər arada məhəbbət olmasaydı, bağışlamazdım. Sən aşıqlər kimi davranıb, öz istəyinə nail oldun. Bağışlamaq ilahi peyğəmbərlərin gözəlliyidir. Ümidvaram, bu əhlə layiq olam. Bu işdə səni günahkar görmürəm ki, bağışlamağıma da ehtiyac olsun. Gəlişiniz xeyirdir. Yusifin təkidi ilə gəlmişəm. O bir yuxu görüb. Onu sizə mütləq danışmaq istəyir. Şübhə eləmirəm ki, onun yuxusu başdan ayağa xeyir və yaxşılıqdır. Yusifin yuxusuna xəbis ruhlar girə bilməz. De görüm, nə yuxu görmüsən atanın sevimlisi? Ata, mən yuxuda gördüm, qardaşlarımla səhrada oynayırıq. Güclü külək əsirdi.
Məncə elə də xüsusi bir yozumu yoxdur. Gərək biraz düşünəm, bəlkə bir şey yoza bildim. Bəs siz bugün sürünü səhraya aparmayacaqsınız? Gedin, kimi gözləyirsiniz? Bilmirəm, bu yuxunun mənası nə idisə, Yaqub onu cəmaatın içində demədi. Bu ki aydındır, ay sadəlöv. Yuxunun mənası Yusifin o biri qardaşlarından üstün olmasıdır. Bildin? Uşaqlar yuxunun yozumunu başa düşdülər. Ona görə də eşidəndə narahat oldular. Gərək bu yuxu söhbətini onların başından çıxarmağa çalışım. Yusif gərək bu yuxunu cəmaatın içində deməyəydi. Biraz xurma ilə çörək qoy. 1 saatdan sonra onların yanına gedəcəm. Gəl oğlum, gəl. Oğlum, sənin barəndə düşündüklərim doğruymuş. Sənə müjdə verirəm ki, uca məqam və yüksək dərəcə sahib olacaqsan. Qardaşlarına da böyüklük edəcəksən. Atam İshak Peyğəmbər dua eləyib ki, Allah nəslimizdən çoxlu Peyğəmbər qərar versin. Həmişə risalətimin varisinin kim olacağını düşünürdü. Ümidvaram, sən mənim yolumun davamçılarından olacaqsan. Allah səni bütün xəta və bəlalardan qorusun. Bəlkə də sən hamımızın yolunu gözlədiyi şəxsən. Ata, risalət nədir? Yeməyimlə paltarlarımı hazırla. Peyğəmbərlər Allahın insanlara göndərdikləridir, oğlum. Onlar insanları kamala, qurtuluşa hidayət eləyirlər. Yuxunun yozumunu heç kimə demə, xüsusən də qardaşlarına. Niyə atacan? Əgər qardaşların eşitsələr, ola bilər ki, qəlblərində paxıllıq hissi oyansın. Sənə qarşı ədavət bəsləyərlər. Qardaş, sən məni yaman qorxuzdun. Gərək bundan sonra Yusifi daha çox qoruyam. Əgər icazə versəydin, Yusifi özümlə ev aparardım. Apar. Yusifdən müğayət ol. Allah sizi qorusun. Allah amanında ata. Allah amanı da mənim balam. Diqqətli ol. Onu tək qoyma. Axşam qaydanda Yusifi gətirəcəm. Neçə vaxt uşaqlarla sürünü otarmağa gedə bilmirəm. Axşam onlarla qaydaram. Övladlarımız elə bilirlər ki, sizin onlara diqqətiniz azalıb. Narahat olma. Çalışaram, bunu onların fikrindən çıxarım. Nə qədər ki Yusiflə Benyamin var, Yaqub o bir övladlarına diqqət yetirməyəcək. Özünüzdən müğayət olun. Allah amanında. Biz həmişə yeməyimizi özümüzdən getiririk ata. Niyə özünə əziyyət verib zəhmət çəkmirsən? Yəni mənim evladlarım üçün darıxmağa haqqım yoxdur? Hərdən sizin yanınızda olmağa ixtiyarım yoxdur bəyəm? Sənin gəlişindən başqa bizi heç bir şey bu qədər sevindirə bilməz.
Sənin gəlişindən əvvəl heç kimin üzü gülmürdü. Hamımız qaşqabaqlıydıq. Niyə? Axı nə hadisə baş verib? Bilirsən ata, bizə elə gəlir ki, sənin bizə qarşı diqqətin azalıb. Elə düşünürük ki, sən bizdən çox Yusif və qardaşı ilə maraqlanırsan. Əslində mən Yusifi təkcə sizə görə Faiqə bibinin yanına göndərdim. Bunu başa düşmədiniz? Səbəbi də odur ki, ananız ona sizdən daha çox diqqət eləyirdi. Nə fərq oldu ki? İndi də anamız Benyamindən yapışıb, bibimiz də Yusifdən. Ona heç bizim geymədiyimiz gözəl paltarları geyindirir. Dediklərinizdən razıyam. Amma siz də bunu başa düşməlisiniz ki, biz gərək Yusiflə Benyaminə elə nəvaziş eləyək ki, anasız olduqlarını hiss eləməsinlər. Ata, Yusifin gördüyü yuxuya görə pis narahat olmuşuq. Ailənin qüvvətli kişiləri bizik. Evin bütün ağır işləri və məsuliyyəti bizim öhdəmizə düşdüyü halda Yusif sizin canişiniz olsun. Amma Yusifin gördüyü yuxunun yozumu başqa cür də ola bilər. Yusif bu yuxuda öz əsasının böyüyüb sizin əsalarınıza kölgə salmasını görüb. Bu hadisənin yozumu sizin fikirləşdiyinizdən fərqli də ola bilər. Məsələn, yuxunun mənası Yusifin bütün qardaşlarını çox istəyəcəyinə işarə ola bilər. Demək, Yusifin gördüyü yuxunun yozumu başqa cür də ola bilərmiş, elədir? Mən başa düşmədim. Yəni, Yusif sizin canişiniz deyil? Mənim canişinimi Allah təyin eləyir. O sizlərdən ən yaxşısı olacaq. Siz də yaxşı olar ki, bu bəhanələrdən əl çəkəsiz. Yusiflə Benyamin sizin qardaşınızdır. Düşməniniz yox. Mən sizin hamınızı çox istəyirəm. Xahiş eləyirəm, bir-birinizə qarşı mehriban olun ki, Allah da sizə qarşı mehriban olsun. Bilin ki, siz mənim ümidimsiz, dayağımsız. Bugün duydum ki, sizə arxalana bilib qəlbimi sizlə ovundura bilərəm. Siz şücayətli, cəsursuz. Sizlər var ikən Yaqubun qəlbinə heç bir qəm üz gətirə bilməz. Ata, səni narahat elədiyimiz üçün üzr istəyirik. Canavar. Lavi, Nəftalı, Şamun. Canavar. Canavar Suriyə girdi. Bunu hardan gətirmisiniz? Biz özümüz onu öldürmüşük. Suriyə hücum eləmişdi. Biz də tökülüşüb onu öldürdük. Qorxmadınız birdən sizi yaralayar? Hələ ki biz onu yaralamışıq. Allah sizin kimi qoçaqlara görə aqibətimizi xeyirli eləsin. Yəqin siz də bu işdə onlara kömək elədiniz. Kömək eləməyə heç aman verdilər ki, istədim elə kömək eləyəm. Bir də gördüm canavarın işini bitiriblər. Biz nahar hazırlamaqla məşğul idik. Bir də gördük sürü hürkmüş halda qaçır. Yekə bir qurd sürüyə hücum elədi. Biz də onu öldürdük. Bu çox xatalı işdi. Bunu necə elədiniz? Əməlli başdı. O qoyunlarımıza hücum elədi, biz də ona hücum elədik. Daşla, çomaqla əlimizə nə keçdi onu vurduq. Əvvəlcə mən onun başına vurdum. Sonra da Lavi böyük bir daşı canavarın başına çırpıb onu gic elədi. Neçə dəfə bizə hücum elədi. Az da olsa ondan qorxsaydıq, hökmən bizi öldürərdi. Kaş mən də sizinlə olaydım. Ata, icazə verərsən mən də qardaşlarımla səhraya gedim?
Yox, əziz balam. Sənin üçün hələ tezdir. Böyüyəndə gedəcəksən. Ye. Yahuda! Gəlin! Gəlin bu canavarı götürək! Qalxın. Ata, mən də gedim. Get. Gəl, tez ol. Gedin. Sürü köpəklərini də yedirməyi unutmayın, ha, gedin. Ata səhraya gələndə dedi ki, niyə Yusifin yuxusunu təhcə qardaşlarından üstün olması kimi yozursuz? Ola bilər bunun mənası onun qardaşlarına həddən artıq məhəbbət bəsləməsidir. Yəni o sizin hamınızı sevir? Bəli, ana. Yusif bizi çox istəyir. Sevmək üçün yuxu görmək lazım deyil. Yuxu gələcəkdən xəbər verir. Yusifin üstünlüyündən, fəzilətindən xəbər verir. Atanız sizi sadəlöv hesab eləyir. İnanmayın. Atanız sizi sakitləşdirmək istəyir. Bəlhə deyir ki, bu yuxunun həqiqi yozumu Yusifin gələcəkdə sizə rəhbərlik etməyidir. Biz Yusiflə oynamağı çox xoşlayırıq. Onunla vaxtımız xoş keçir. Bu atanın işidir. O istəmir ki, övladları bir-birinə kim bəstəsin. İstəyir ki, hamı Yusifi onun kimi çox istəsin. Bibi. Bibi. Ne olur? Bibi. Bismə. 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 Yusif, ne olub? Bibi. Ne olub? Ne olub xanım? Atama xəbər ver. Ey Allah'ın peyğəmbəri. Faiqa bibinin, xanımın halı yaxşı deyil. Tələsin, tez olun. Salam ata. Faiqə bibinin halı yaxşı deyil. Faiqə. Faiqə, nə olub sənə bacı? Nəhayət, mənim də vaxtım gəlib çatdı. Hardan bilirsən? Axı halın yaxşı idi. Birdən-birə nə oldu sənə? Nə fərqi var ki? Bilirəm, getməliyəm. Həkim çağırın, çağırın dərman gətirsin. Halı yaxşı deyil. Mən artıq dünəndən hiss eləmişdim. Xahiş eləyirəm. Xahiş eləyirəm, sözlərimə qulaq asın. Dünən bizə gələndə halın bir təhər idi. Gərək başa düşəydim. Dünya malından o qədər də çox şeyim yoxdur. Olanları da Yusifə bağışlayıram. Ondan halallıq istəyirəm.
Sizdən də halal eləməyinizi istəyirəm. Mən bu 4 ili onu hiylə ilə yanımda saxlamışam. Onu oğurluqda ittiham elədim. Allah məni bağışlasın. Siz də məni bağışlayın. Yusif oğru deyil. Mən özüm o kəməri onun paltarının altında gizlətmişdim. Mən hamısını bilirdim. Özünə əziyyət vermə. Bunu hamıya elan eləyin. Mənim Yusifim oğru deyil. Oğru deyil. Özünü qınama. Səndən təklikdə danışmaq istəyirəm. Yusif Allahın nişanələrindəndir. Bəziləri üçün rəhmət və neymət olduğu kimi bir çoxları üçün də ziyan və xəsarətdir. Mən ona qarşı paxıllıq və kin nişanələrini görürəm. Yusifdən müğayət ol. O peyğəmbərlik yolunun davamçısıdır. Bir an belə özündən ayırma. Bir an belə özündən ayırma. Onu özündən yatızdır və tək heç yerə göndərmə. Faiqə. Faiqə. Səfərin xeyirli olsun. Yaxşı yol bacı. Mənim salamımı anam Rəfiqiyə, atam İsaqa çatdır. Mənim salamımı Rahiliyə çatdır. Mənim salamımı babam İbrahimə çatdır. Allah'tan başqa heç kəsin dərgahına üz tutmayın. Təkcə ona pənah aparın. Nə istəyirsinizsə ondan istəyin. Hamı acizdir. O isə qüdrətli. O sizin arzu və istəklərinizdən xəbərdardır.
sizin bütün vücudunuza, əməllərinizə şahiddir. Yardım istəsəz, köməyinizə çatar. Qorunmağınızı istəsəz, sizi qoruyar. Əgər səxavət istəsəz, sizə səxavət bəxş eləyər. O sizin pərverdigarınızdır. Əgər nəsiyyət verənə ehtiyacınız olsa, sizə doğru yol göstərər. Hər bir şey, istədiyiniz hər bir şey onun əlindədir. Vay, vay olsun o kəslərə ki, ehtiyac əlini başqasına tərəf açar. Əgər qiyamət günü Allah öz ədalətini zahir eləsə, bəndələrdən çoxu rüsvay olar. O gün bir çox pərdələr qaldırılar. Əgər məxluqata ədaləti ilə baxsa, şahların çoxu əsir olar. Qiyamət günü Allah Taala məzlumların əlindən tutar. Həmin gün bütün günahkarlar öz çirkin əməllərini görsələr, gözlərindən qan yaş axar. Həmin günün azuqəsini hazırlayın və o gün üçün əməllərinizi islah eləyin. Faiqə kimi hamınız getməyə hazırlaşın. Hamımız o yolu getməliyik. Faiqənin ruhunun bağışlanması üçün birlikdə dua eləyək. Pərverdigara, onun ruhunu salih insanlarla, öz dostlarınla məşhur elə. Amin.